Bu kadrda sizə Dobby haqqında danışmaq istəyirəm. Dobby də 2022-23-cü ildən bəri mənimlədir. Yəni Dobby, Çubuş və Moka mənim deyil. Mənim xüsusi bir xidmətim var, hansı ki, yəni itlərlə bağlı, belə deyək, kiminsə sahibinin vaxtı yoxdursa itləri ilə vaxt keçirməyə və ilaxır, həmin xidmətləri daşınması falan bu işləri icra edirəm. Və həmin ərəfədə də mən Dobby ilə tanış oldum. Dobby hər adamla yola getmir. Çünki məsəl üçün görürsünüz də, kadrlarda da görürsünüz ki, Dobby bağlıdır. Çünki insanlarla normalda yola getmir. Ancaq sahibləri və bir də mən. Çox ağıllı itdi, çox necə deyərlər, hər şeyi mən ümumiyyətlə deyərdim. Baxın, bir çox hallarda itlər komanda falan o başqa bir şeydir. Dobby komandaya ehtiyac olmadan sən onunla danışdığın şeyi, məsəl üçün sizinlə aramızda hər hansı bir şey haqqında danışanda komandaya aidiyyatı olmayan o onu başa düşür. Məsəl üçün Dobby intellektual səviyyəsi çox, belə deyək, inkişaf eləyib həqiqətən də. Yəni ona artıq deyəndə ki, sən ged orada gözlə, mən indi gələcəm, o gedib orada gözləyər, yəni mən gələrəm. Yəni bir çox hallarda hansısa iti otuzdurmalısan, komanda verməlisən və yaxud da vaxtı. O özü qapını açır, girir, istəyəndə qapını açır, çıxır. Yəni bir çox özünün istədiyi şeyləri özü çox gözəl şəkildə edir. Quyruğu isə biz bilirsiniz ki, dobermanların bir çox hallarda quyruğu kəsilir, amma təbii ki, sahibləri itə əziyyət vermək istəməyiblər. Ona görə də quyruğunu kəsməyiblər. Çubuş, gəl bura. Afərin, üzən. Ay sağ. Çubuşu biz Dobby-gilin qapısında bir də gördüm ki, orada it uzanıb, çox halsız, belə balacaydı. Yəni bala vəziyyətində idi. Nəysə ki, balalıq vaxtı idi. Gördüm ki, bu it çox halsızdır. Su verdim, yemək verdim, ora-bura. Bir neçə gün müşahidə elədim ki, bu it ayağa durandan sonra yer qan olur. Qan olur. Anlamadım. İlk öncə, yəni, necə deyərlər, yəni itlərlə məşğul olan bir adam kimi, yəni düşündüm ki, bəlkə müəyyən vaxtlar olur itlərdəki, dişi itlərdəki qan gəlir. Bəlkə o günlərdəndir. Gördüm ki, xeyr, yəni elə deyil. Götürdüm və birbaşa veterinara yollandım. Veterinar həkim yoxlarkən ağzına baxan kimi dedi ki, bunun dilinin altına zəli yapışıb. Dilinin altına girib, hansısa balotadan su içib və zəli daxil olub ağzına, dilinin altına girib və orada bütün qanını çəkir bunu. Ona görə də halsız qalıb. Tez müdaxilə etdi, sağ olsun həkimimiz var, o həkim müdaxilə elədi. Və vitaminlər falan yazdı, ora-bura. Gətirdiyi vitaminləri verəndən sonra bir neçə artıq həftədən sonra Çubuş başladı kökəlməyə. Çubuşun süpermeni olmuşsan. Hə. Bu birisi var, bu da bu şıltaq başımıza oynasır. Luni. Instagramda arada görürəm Luni'nin məşqləri. Desən təlimlərə başlayır. Bəli, bəli. Artıq 5 ayın içindədir, amma artıq başlamışıq ki, dediyim kimi çox ağıllı bir cins olduğu üçün indidən başlamışıq ki, belə deyək, fikrim var, onu çox ağıllı və çox məşhur bir it edeyim. İnşallah ki, istədiyimizə nail olarıq. Olur evə qonaq gələndə deyirlər ki, filan şeylə uşağa deyirlər. Qoy əmilər görsün. İndi Luni nəsə eləyə bilər ki, əmilər görsün. Yat. Görürsünüz? Eləmə. Amma həmin videolara baxsaz eləyir. Yat. Qida yox da xona. Gəl. Gəl. Dön. Rüşvətsiz iş görmür. Dön. Dön. Yox, gəl. Gəl. Dön. Gəl, 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 gəl. Dön. Dön. Malades. Otur. Gəl. Afərin. Bitdi. Biz onda belə Gözlə. çıxır ki, gələcəyin ulduzunu bu dəqiqə lentə alırıq. Bu kadrlar Luni'nin uşaqlıq vaxtının arxivi ola bilər də. Hə, demək olar. Baxın, gözlə komandası yadımdan çıxmışdı. Gözləni də icra edir. Gəl. Otur. Get. Getdim sizin üçün dava paltarımı geyindim, gəldim ki, indi bu dəqiqə Dobby'nin sərgüzəştlərini göstərəcəm sizə. Dobby'nin elə bir xasiyyəti var ki, daşı görəndə manyaklaşır. Elə bil ki, daş onun üçün ən əziz bir şeydir də. Yəni yeməkdən, ətdən, toyuqdan, hər bir şeydən gözəl bir şeydir. Bu dəqiqə indi sizə göstərəcəm onu. Gözlə. Gəl. Dur.
Manyakdır, manyak. Ona görə bu qədər daş istifadə edirəm burada. Gəldin. Ey, atmamışam da abi. O qədər həssasdır daşa qarşı, o qədər. O qədər həssasdır ki, komandanı da verəndə hətta eşitmir. Bildiniz necə? O qədər tutur. Baxın. Gah eşidir, siz. Ha, eşitdim, молодец. Budur, o manyakdır. Doni. Get. Gəl. Gəl, gəl. Getdim, hara yavaş. Benim başlayacağım. Sırf xahiş edirəm bir daha ki, övladlarımızdan başlayaq, nəvələrimizdən başlayaq. Ən azından biz heyvansevər misal çəkirəm ki, yəni siz heyvansevər deyilsinizsə, qoyun nəvəviz heyvansevər olsun, heyvanlardan qorxmasın. Siz hardansa üzbəüz gələndə ağzında ağızlığı olan burundaq deyirlər də, burundağı olan itdən belə qorxduğunuz halda, qoyun nəvəviz onun yanından sərbəst şəkildə keçib gedə bilsin və heç bir qorxu hiss eləməsin. Yəni mən bunun tərəfdarıyam. Yəni gedirsən xarici ölkələrə belə deyək də, yəni Amerikada falan itlər hamısı ağızlıqsız gəlir bir çox hallarda. Niyə görə? Çünki sosiallaşıblar, çünki heç kim onlara daş atmır, heç kim xışt eləmir. Yəni başa düşürəm, küçə itləri yoxdur, okey, yəni küçə itlərindən danışmıram mən. Amma sahibli iti belə bizdə o dərəcədə mundarlamağa çalışırlar, o dərəcədə yəni pisləməyə çalışırlar ki, burundaqla belə sən artıq şəhərdə gəzə bilmirsən. O biri deyir o yana çək, biri deyir, biri 10 metr o yana qaçır. Yəni bunlar, yəni belə deyim, və bəzi insanlar var ki, itlərini elə vəhşi böyüdürlər ki, həqiqətən də o it çölə çıxarılası deyil. Bu halda isə mən heyvan sahiblərinə səslənirəm ki, həmin o itlərinizi mümkünsə ictimai yerdə yox, adam olmayan yerlərdə çalışın, gəzdirin.